Yaxşı, 18-ci əsrin sonu, 19-un əvvəllərində Rusiyanın Azərbaycanı işğal etməkdə məqsədlərini bayaq dedik, düzdür? İstəyirdi ki, Dağlı hərəkatını yatırsın. o dağlı hərəkatını yatırsın. Aha, Xəzər dənizə də çıxış əldə etsin. Hara getmək istəyirdi Xəzər dənizi vasitəsilə? Ümumiyyətlə Azərbaycana yürüş eləyən Pompeydən başlayaraq bir çoxlu məqsədini nə götürəsi? Hindistan. Çünki Xəzər dənizi daha önəmli idi. Qacarları dedik, Azərbaycanın işğal etməsinin qarşısını almağa çalışır Osmanlı və Qacar, amma bunu eləyəcək qədər qüdrətli deyildilər. İngiltərə, Fransa isə çalışırdı ki, Rusiya buranı işğal edə bilməsin. Çünki Rusiyanın güclənməyinə nə edirlər uşaqlar? Qorxurlar, narahat olurlar. Baxaq işğallara. Yadınızdadırsa, Azərbaycanın bir sıra əraziləri Nadir Şah hökmdar seçiləndə verilmişdi kimə? Gürcülərə. Neçənci ilə verilmişdi? 36-cı ildə Suqovuşan qurultayında hansı ərazilər verilmiş sayaq? Aysu, bu ərazilər getdi. Və sonra Pənahəli xan xanlıq quranda sürgünə göndərilmiş, öz əhalisini geri qaytardı. Amma torpaqları kim qaytardı 1752-ci ildə? Şəki xanı. Kim idi Şəki xanı? Hacı Çələbi. Amma sonra təzədən bunu yenə gürcülər ələ keçirdi. Hansısa xan da qaytarmağa cəhd göstərmişdi. Kim idi? Cavad xan. Haran xan idi Cavad xan? Gəncə xanı. Bəs neçənci ildə Qacarlar, Cavad xan Gəncə xanı. Neçənci ildə Qacarlar İngiltərənin yarım müstəmləkəsinə çevrildilər? Birinci ildə. Hansı müqavilə idi bu? Adı yoxdur, amma nə haqda bağlanmışdı? Ticarət haqqında bağlanmış müqavilə ilə. Bəs İngiltərənin başqa hansı yarım müstəmləkəsinin adını bilirdik? Möhkəm. Çini bilirdik. Beləliklə, Rusiya Azərbaycan işğalı neçənci ilə başladı sizcə? 1801-də. Hansı əraziləri Şərqi Gürcüstanla birlikdə Rusiya birləşdirilməsi haqqında qərardır bu? Loru Pəmbə. Kimin fərmanı idi? Hansı Rus çarının uşaqlar? Birinci Aleksandr. O zaman ciddi işğalların başlanmasını kimlə götürəsiyi? Birinci Aleksandrla götürəsiyi. Manifest verdi. Şərqi Gürcüstanın verilməsi haqqında Azərbaycan torpaqları da onun tərkibində getdi. Baxaq, əvvəllər biz demişdik ki, 1796-cı ildə Zubovun yürüşü zamanı Cavad xan onu yaxşı qarşılamışdı. Düzdür, hətta bu Qacarın xoşuna gəlməmişdi. Bəs bu səfər 1803-4 yürüşündə niyə xoşu gəlmədi Cavad xan? Aysel, Şəmşədli nə hesab edirdi özü üçün? Doğma torpağı. Bəs İrəvan xan haran verilməsindən narahat idi? İşğalından, Pənbəkdən. Aysel. Bəs Pənbəkliləri işğalçılara boyun əyməməyə, Rus qoşunlarına qarşı mübarizə aparmağa səsləyən kim idi? Haran xanıdır sizcə? Hə. İrəvan xanı Məhəmməd Hüseyn xan. Məhəmməd Hüseyn xanın adlanması, titulu nə idi? Necə adlandırırlar? Aslanlar başı mübarizəsinə görə. Yaxşımı? Aslanlar başı adlanacaq. Gələk. Georgiyevski müqaviləsinə baxaq. Neçənci ildə bağlandı Georgiyevski? Hansı xanlıqlarla Rusiya arasında imzalanıbdı? Quba, Lənkəran. Sonra kim vardı uşaqlar? Aysel, Dağıstanın. Rusiya ilə bağlandı. Bağlandığı gündən Rusiya tərəfindən əhəmiyyətsiz kağız idi. Bəs əgər belə bir əhəmiyyətsiz müqavilə idisə Rusiya, bu müqaviləni niyə bağlamışdı? Birinci şərtə baxın. Bəli. Özləri istəyirlər. Aysel, hansı ölkələrə işğalçı görünməkdən qorxurdu? Əsasən Avropa ölkələrinə. Hansı ölkələrdə Azərbaycanla rəqib olanlar? Fransa və İngiltərə. Bunlara işğalçı görünmək istəmirdi.